Salam uşaqlar, deməli mən sizə bugün danışacağım sabit cərəyan qanunlarından. Ümumiyyətlə nədir cərəyan? Cərəyan biz deyirik ki, hava cərəyanı, düzdür? Və yaxud da məsələn qanda, daha doğrusu damarlarda qan cərəyan eləyir. Nədir cərəyan? Cərəyan bir şeyin axınıdır. Məsələn suyun axını, küləyin axını, qanın axını və s. Elektrik bölməsində də cərəyan elektrik yüklərinin axını kimi başa düşülür. Yəni metallarda, məsələn, biz hələ ki metallardan danışaq, digər mühitlərə hələ keçmək, növbəti o müxtəlif mühitlərdə keçəcək biz onu. Metallarda cərəyan kimi, metallarda bilirik ki, biz sərbəst yük daşıyıcıları, yəni cərəyanı daşıyan yüklər sərbəst elektronlardır. Yəni metallarda cərəyan sərbəst elektronların nizamlı hərəkətindən ibarətdir. Normalda metallarda elektronlar var, sərbəst elektronlar var. Onlar xaotik, nizamsız, elə bilin ki, bir sinifdir. Məsələn, dərs sinifdir, tənəffüsdür məsələn. Uşaqlar hərəsi bir xaotik hərəkət eləyirlər, qarışıq. Müəllim girib bir komanda verir ki, uşaqlar hamı sıra halında, nə bilim, bufetə gedək. Hamı neyinir? Sıraya düzülür, artıq nizamlı bir şəkildə başlayırlar hərəkət eləməyə. Elektronların da nizamlı hərəkəti budur. Yəni cərəyan normalda xaotik hərəkət edən elektronlara, sərbəst elektronlara neyinir? Nizamlı bir hərəkət verir. Onları elə ki, bir istiqamətdən başqa bir istiqamətə başlayır axıtmağa. Bu olur nə? Elektrik cərəyanı. Cərəyanın uşaqlar deməli yaranması üçün 3 şərt lazımdır. 1. Maddədə sərbəst yük daşıyıcılar olmalıdır. Nədir bir? Deməli sərbəst yük daşıyıcı olmalıdır. Yəni cərəyanın yaranması üçün sərbəst yük daşıyıcılar olmalıdır. Məsələn, mənim deyək ki, köynəyim dielektrikdir. Bu yəqin ki, pambıqdan hazırlanıb da, pambıqdır və dielektrikdir. Çünki orada sərbəst yük daşıyıcı yoxdur. Cərəyan yaranması üçün uşaqlar, o cərəyanı, məsələn, biz tutaq ki, neysə toka taxdıqda, düzdür? Orada nəsə gəlir də, elektron gəlir və o elektronları ötürməyə lazımdır. Başqa, məsələn, tutaq ki, müəyyən bir nöqtəyə də o elektronları ötürmək üçün də o maddənin içində o yük daşıyıcılar olmalıdır ki, o nəsə ötürə bilsin. Yəni, o cərəyanı ötürə bilsin. Orada yük daşıyıcı yoxdursa, orada cərəyan yaranmayacaq. Məsələn, dielektrikdir ki, bu mənim markerim, bu kauçukdur. Burada sərbəst yük daşıyıcılar yoxdur. Ona görə də bu cərəyanı keçirmir. Sərbəst yük daşıyıcısı olmayan maddələr cərəyanı keçirmir. Deməli, cərəyanın yaranması üçün birinci şərt sərbəst yük daşıyıcılar olmalıdır. İkinci, elektrik sahəsi olmalıdır. Elektrik sahəsi mövcud olmalıdır. Yəni, elektrik sahəsi mövcud olmalıdır nə deməkdir? Normalda metal cərəyanı keçirir. Məsələn, bu, tutaq ki, səhvləmirəmsə alüminium maddəsindən hazırlanır. Bunun içində hal-hazırda sərbəst yük daşıyıcılar var. Yəni, birinci şərt ödənir. Amma buradan cərəyan keçir. Cərəyan keçirməli toku var ki, yox. Niyə? Çünki burada elektrik sahəsi mövcud deyil uşaqlar. Burada elektrik sahəsi mövcud, daha doğrusu yoxdur. Buranın cərəyanı keçirmək üçün yük daşıyıcının əlavə biz ora bir cərəyan verməliyik, bir toka qoşmalıyıq. Bir cərəyan mənbəyini qoşmalıyıq ki, oradan cərəyan keçsin. Qoşmamışıqsa deməli oradan cərəyan keçməyəcək. Bu belə, yəni üçüncü şərt də ödənməlidir, ikinci şərt də ödənməlidir. Bir də üçüncü şərt, uşaqlar, dövrə qapalı olmalıdır. Qapalı olmalıdır. Nə deməkdir? Tutaq ki, neysə toka taxmışıq. Daha doğrusu, neydi? Məsələn, gecə lampasıdır, naçnikdir deyək. Taxmışıq toka. Orada sərbəst yük daşıyıcılar var. Elektrik sahəsi də var. Taxmışıq toka. Amma üstündə bir knopka var. O knopkanı basıb söndürmüşük biz onu. Əgər onu söndürmüşüksə, deməli dövrə açıqdır. Açıq nə deməkdir? Yəni orada qırıq var da, elə bir cərəyan neyinə verir? Məsələn, işıq. İşığı söndürmüşüksə, ora cərəyan gəlir, dövlət bizə işıq verir. Gəlir, yük daşıyıcılar da var. Səhvləmirəmsə Wolfram'da o lampçıqların içindəki, mən spirallı lampçıqlardan danışıram, lampalardan danışıram. Cərəyan var. Daha doğrusu sərbəst yük daşıyıcı var. Elektrik sahəsi var. Yəni gəlir evimizə elektrik. Amma nədir? Dövrə açıqdır. Əgər mən kulçatırı söndürmüşəmsə,
Dövrə açıqdır. Deməli, oradan cərəyan keçməyəcək. Dövrədən cərəyan keçməsi üçün dövrəni qapamalıyıq ki, neynəsin? Oradan cərəyan keçmiş olsun. Yəni, bu 3 şərtin 3-ü də ödənirsə, həmin dövrədən uşaqlar cərəyan keçmiş olacaq. Sonra, cərəyanın var təsirləri. Cərəyanın var təsirləri. Nədir cərəyanın təsirləri? Bir naqildən cərəyan keçirsə, cərəyan orada öz təsirlərini göstərir. Cərəyanın 3 cür təsiri var. Birinci təsiri. Cərəyan keçən naqil, uşaqlar, qızır. Cərəyan keçən naqil neynir? Qızır. Dövrədən cərəyan keçən zaman naqildən. Naqil neynəyəcək? Qızacaq. Sadəcə ifrat keçiricilərdən başqa. Mən ifrat keçiricilər çox danışmayacağım. Çünki biz onsuz müxtəlif mühitlərdə keçəcəyik ifrat keçiriciləri. İfrat keçiricilər temperaturun aşağı qiymətlərində müqaviməti sıfıra qədər düşən maddələrdir. Və ifrat keçiricilərdən cərəyan keçən zaman onlarda qızma baş vermir və digər bütün mühitlərdə, naqillərdə, elektrolitlərdə, yarım keçiricidə və s. hamısında cərəyan keçirsə naqillər, həmin naqil qızır, yəni isinir. Cərəyan keçən naqilin isinməsindən müxtəlif cihazlarda istifadə olunur. Məsələn, radiatorlar, tok radiatorları, paltar ütüsü, sonra nə ola bilər? Spirallı peçlər, spirallı olur top peçləri. Onların hamısında o cərəyan keçən zaman naqilin qızmasından istifadə olunur. Cərəyan keçən naqil ikincidə cərəyanın daha doğrusu kimyəvi təsiri var. Kimyəvi təsiri. Kimyəvi təsir bu olur elektrolit məhlullarında. Yəni bu da müxtəlif mühitlərdə biz keçəcək elektrolitlərdə baş verir bu. Bu ancaq elektrolitlərdə baş verir kimyəvi təsir. Bu ifrat keçiricilərdən başqa hamısında baş verir. Bu sadəcə elektrolitlərdə kimyəvi təsir. Çünki orada yüklərin ayrılması gedir. Məsələn, elektrolit nədir? Məhlulu cərəyan keçirən maddələrdir. Məsələn, su. Sudan bilirik ki, cərəyan keçir. Bizim istifadə etdiyimiz sudan cərəyan keçir. Yəni evimizə gələn sudan. Çünki orada müxtəlif minerallar, duzlar var və cərəyan keçən zaman həmin o duzların parçalanması prosesi gedir. Buna deyirik biz kimyəvi təsir. Çox danışma, müxtəlif mühitlərdə keçəcəyik biz onu. Üçüncü isə cərəyanın bütün mühitlərdən keçən zaman baş verən təsiri, hansı ki bu təsir bütün mühitlərdə baş verir, istisnasız bütün hamısında baş verir. Cərəyanın maqnit təsiri. Biz deyirik ki, cərəyan keçən naqil ətrafında bir maqnit sahəsi yaradır. Yəni bütün mühitlərdə baş verir bu. Deməli, hansı təsirdir ki, bütün mühitlərdə baş verir? Cərəyan keçirsə, mütləq ki, həmin təsir ortaya çıxır, maqnit təsir. Cərəyanın maqnit təsiri hamısında baş verir. Kimyəvi təsir elektrolitlərdə baş verir. Naqilin qızması isə ancaq ifrat keçiricilərdən başqa hamısında baş verir. İfrat keçiricilər istisnadır, bunlarda neynəmir? Baş vermir. Bu belə. Deməli, bu da oldu nə? Cərəyanın təsirləri. Daha sonra mən burada proqram var, ona uyğun deməli keçəcəm. Keçirik sonra cərəyan şiddətindən danışırıq. Deməli, cərəyan şiddəti nədir uşaqlar? Cərəyan şiddəti bir naqil düşünün. Bir naqil nədir ki? Cərəyan keçirən bir maddədir naqil. Məsələn, şunur deyək, sonra televizorda ola bilər, yəni cərəyan keçirən bütün maddələrə biz naqil deyə bilərik. Biz insan bədəni özü belə bir naqildir. Çünki cərəyanı keçirir, çox da yaxşı keçirir insan bədəni. Bir naqil düşünün, bu naqili qoşublar bir dövrəyə. Burası olur müsbət, burası da olur mənfi. Çünki dövrənin bir müsbət qütbü olur, bir mənfi qütbü olur da, düzdür? Və bunun içində dedik ki, naqillərdə, metallarda cərəyanı keçirən nələrdir? Sərbəst elektronlardır. Düşünün ki, bunun içində sərbəst elektronlar var, çoxlu sayda. Təbii ki, sonsuz yəni çoxdur, hədsiz çoxdur. Mən 4 dənəsini çəkdim. Bunun içində elektronlar var, naqilin. O elektronlar sizcə
müsbətə doğru gedər, yoxsa mənfiyə doğru gedər? Yəni normalda onun içində xaotik hərəkət edən elektronlar var. Mən bu naqili dövrəyə qoşsam, cərəyan mənbəyinə qoşsam, bu elektronlar müsbətə doğru gedəcək, yoxsa mənfiyə doğru gedəcək? Təbii ki, deyəcəksiniz ki, mənfini çəkən özünə hansıdır? Müsbətdir. Mənfi təbii ki, Coulomb qüvvəsinin təsiri ilə hara gedəcək? Müsbətə doğru getmiş olacaq. Və uşaqlar, bu mənfilər müsbətə gedir və yaranır nə? Cərəyan. Deməli, cərəyan bu mənfilərin müsbətə doğru getməsindən yaranmış oldu. Amma bunu kəşf edib ilk dəfə cərəyanı Amper kəşf edibdi ilk dəfə, Amper kəşf edib. Amma o cərəyanın istiqaməti olaraq elektronların hərəkətinin əksini. Əslində cərəyan mənfidən müsbətə axır. Əslində cərəyan, çünki elektronlar mənfidir və mənfilər ha tərəfə? Naqillərdə uşaqlar müsbətlər hərəkət eləmir ha. Müsbət yük yerində qalıb. Naqillər metallarda elə bir ki, kristal qəfəslər var. Kristal qəfəslərin düyünlərində ionlar var. Belə bir quruluşu var da, elə bir. Baxın. Buralarda müsbət ionlar var. İon bilirsə nədir? Elektron itirmiş və yaxud da elektron qəbul etmiş atomdur. Əgər bu ionlar müsbətdirsə, nə edib olar? Özündən elektron verib ki, müsbət olub da, düzdür? Özündən elektron verməlidir ki, müsbət olmalıdır. Deməli, bunlar özlərindən, metallardakı ionlar özlərindən elektronları çıxarıb. Normalda atomun içində, məsələn, 3 dənə müsbət varsa, normalda, yəni atomda 3 dənə də mənfi olmalıdır, düzdür? Bu olur neytral bir atom. Yəqin ki, görünür də, belə durum görünsün. Hə, bu oldu nə? Neytral atom. İndi mən bu elektronun birini qopartdım. Yəni, elektronun biri çıxdı, başladı boşluqda gəzməyə. Nə oldu? 2 dənə mənfisi oldu, 3 dənə müsbəti. Onda bu artıq neytral atom yox, olur nə? Müsbət ion. Və metallardakı ionlar, uşaqlar, atomlar daha doğrusu bu şəkildədir. Özlərindən elektron verirlər. Düyünlərdə, kristal qəfəsin düyün nöqtələrində müsbət ionlar olur. İçində isə mənfi elektronlar. Bu ionlar hərəkət edə bilmirlər. O ionlar elə bir ki, orada asılı halda qalıb. Uzaq başı titriyə bilirlər belə. Yəni, belə çox az amplitudla titriyirlər. Amma elektronlar isə sərbəstdir. Boş-boşuna, yəni boşu-boşuna gəzirlər, başlı-başsız, normalda. Amma cərəyana qoşanda isə o elektronlar artıq hamısı bir komanda almış şəklində neynirlər? Müsbətə tərəf gəlmiş olurlar. Müsbətə tərəf gəlmiş olurlar və neynirlər? Cərəyan yaradırlar. Yəni, cərəyanın yaranmasında iştirak edirlər. Deməli, cərəyan əslində mənfidən müsbətə gedir. Çünki cərəyan mənfi yüklərin təsirindən yaranır. Aha, indi isə uşaqlar qulaq asın. Əslində belədir, yəni mənfidən müsbətə gedirlər. Amma cərəyanın istiqaməti olaraq biz şərti olaraq 1870-ci neçənci ildə Amper belə qəbul edib ki, gəlin cərəyanın istiqamətini biz müsbətdən mənfiyə götürək. Yəni şərti olaraq cərəyanın istiqaməti həmişə müsbətdən mənfiyə göstərilir. Elektronların hərəkətinin əksinə, yəni elektronlar bu istiqamətə gedir, amma biz cərəyanın istiqaməti kimi götürürük müsbətdən mənfiyə. Yəni bir naqil bu şəkildə göstəribsə, biz cərəyanın istiqamətini göstəririk hara? Müsbətdən mənfiyə. Həmişə bunu yadınızda saxlayın. Elektronların hərəkətinin əksinə qəbul olunub cərəyanın istiqaməti. Aha, və buradan bir en kəsik sahəsi götürsək, ki, naqildir. Naqilin bir en kəsiyinə baxıram, mən bu hissəsinə baxıram. Buradan vahid zamanda, məsələn, 1 saniyədə bu hissədən neçə dənə yük keçirsə, naqilin en kəsiyindən, o olur cərəyan şiddəti. Deməli, cərəyan şiddəti nə oldu? Naqilin en kəsiyindən vahid zamanda keçən yükün miqdarı. Naqilin en kəsiyindən. En kəsik nədir? Məsələn, bax, bu mənim naqilimdir, təsəvvür edin. Bu hissəsindən en kəsiyindən 1 saniyədə 100 dənə yük keçdisə, deməli cərəyan şiddəti nədir? 100-ə bərabərdir. 1 saniyədə 100 yük keçdisə 100-ə, 500 yük keçdisə 500-ə.
Yəni cərəyan şiddəti i hərfi ilə işarə olunur, bərabərdir Q, yük Q'dür T-yə. Naqilin enkəsi ilə vahid zamanda keçən yükün miqdarı i olur nə? Cərəyan şiddəti Q yük, yükün miqdarı T-də məlum məsələdir ki, nədir? Zaman. Bu oldu cərəyan şiddəti. Uşaqlar, bizim evlərimizə gələn cərəyan, yəni bizim istifadə etdiyimiz cərəyan dəyişən cərəyandır. Dəyişən cərəyanı biz gələcəkdə keçəcəyik ki, nədir dəyişən cərəyan? Bizim evlərimizə gələn cərəyan nə oldu? Dəyişən cərəyan. Yəni cərəyan vahid zamanda yəni sönür, yanır, istiqaməti dəyişir. 1 saniyədə 50 dəfə cərəyan, evimizə gələn cərəyan 50 dəfə sönür, yanır. Yəni tezliyi 50 Hz-dir. İstiqamət də dəyişir. Bir müsbətdən mənfiyə, bir mənfidən müsbətə. Yəni 50 dəfə dəyişir cərəyan istiqaməti. Amma biz bugün keçirik nəyi? Sabit cərəyan qanunlarını. Yəni cərəyanın qiyməti də, istiqaməti də sabit qalır bu mövzuda. Təbii ki, bu cərəyan bizim evlərimizə gələn cərəyan deyil. Sabit cərəyan harda istifadə olunur? Akkumulyatorlarda, maşınlarda akkumulyatorlar olur, onlarda, batareykalarda, bu pil deyirlər, türklər batareyka bildinizdə, yəni onlarda, onların cərəyanı necə cərəyanı? Sabit cərəyan. Evimizə gələn cərəyan amma sabit cərəyan deyil, dəyişən cərəyandır. Əgər cərəyanın zaman keçdikcə qiyməti də, istiqaməti də eyni qalırsa, sabit qalırsa, bu olur sabit cərəyan. Yəni buradan 1 saniyədə 50 kulon yük keçirsə, ikinci saniyədə də 50 kulon yük keçəcək. 5-ci saniyədə də 50 kulon yük keçəcək. Yəni hər saniyə 50 dənə yük necə o enkəsikdən keçmiş olacaq. Sabit cərəyan budur. Yəni i bərabər Q bölü T sabit qalmış olacaq. Bir də cərəyan şiddəti yükün zamana görə birinci tərtib törəməsinə bərabərdir. Məsələn, necə deyə bilərik bunu? Tutaq ki, sizə yükün miqdarını verəcək, yükü bir belə deyək də zamandan asılı bir ifadə kimi verəcək. Cərəyan şiddətini tap. Siz cərəyan şiddətini necə tapacaqsınız? Q-dən törəmə alacaqsınız zamana görə, tapacaqsınız cərəyan şiddətini. Testlərdə nümunələr var, nümunə üstündə işləyərik. Yaxşı, bu oldu. Nəyim? Cərəyan şiddətini. Cərəyan şiddətinin vahidi, uşaqlar, i bərabərdir. Təbii ki, vahidi transkripsiya deyirəm mən bu işarənin adı. Transkripsiyanın içində yazırıq ki, düsturu transkripsiya da yazırıq ki, vahiddən ayrılsın. Yəni, bu məqsədi odur. Q-nün, yəni yükün vahidi kulondur. Biz elektrik yükü mövzusunda keçmişik. Olur 1 kulon böl saniyə. Kulonun da açılışı nədir? Amper vur saniyə bölünsün saniyə. Gedir, qalır 1 amper. Yerləşir. Hə. Mən pərdəni örtüyorum uşaqlar. Deməli. Bu oldu nə? Yükün da yox, nə yazmışdım mən? Hə, cərəyan şiddətinin vahidi. Cərəyan şiddətinin vahidi, orada bir dənə deyənə. Cərəyan şiddətinin vahidi nə oldu? Amper. Deməli, bir də uşaqlar, amperin şərəfinə verilib, amper alimin adıdır. Bir də cərəyan şiddətinin vahidi beynəlxalq sistemdə 7 əsas vahiddən biridir. Nə idi əsas vahidlər? Saniyə zamanın vahidi, yolun vahidi metr, sonra saniyə, metr, temperatur vahidi Kelvin, maddə miqdarı mol, cərəyan şiddəti amper, sonra 2 dənə vahid hansını demədim, kütlənin vahidi kiloqram, zamanın vahidini dedim, kiloqram, bir də işıq var, işıq şiddəti kandela. Hə, bu 7 dənə vahid beynəlxalq sistemdə əsas vahidlərdir. Yəni həmçinin amperdə onlardan biridir. Belə sonra cərəyan şiddəti haqqında düşünürəm ki, hər şey dedim. Silək bunu. Sonra deməli cərəyan şiddətini dedik. Hə, bir də qrafikdən sizə bir şey izah eləyəcəm. Deməli.
Gəl birinci i'nin t'dən asılılığını yazaq. Bizim bu keçdiyimiz dərsdə cərəyan şiddəti dedim ki, sabit qalır. Yəni zamanın asılı olaraq dəyişmir. Deməli, sabit cərəyanda i t'dən nədir? Asılı deyil, yəni sabit qalır. Bu sabit cərəyandır. Və Q'nun düsturu var ha. Q bərabər nədir? I vur T'də düzdür. Yəni I bərabər Q böl T'dən Q I vur T'dir. Və uşaqlar, cərəyan şiddətinin zamandan asılı qrafik altında yaranan fiqurun istənilən fiqurun sahəsi nəyə bərabərdir? Belə yox. İndi bunu artıq belə yox. Tutaq ki, belə bir qrafik verib sizə. Və deyir ki, yükün miqdarını tapın. Yükün miqdarını necə tapacaqsınız? Fiqurun sahəsi. Baxın, cərəyan şiddətinin zamandan asılı qrafik altında yaranan fiqurun sahəsi bizə verir nəyi? Yükü. Q bərabərdir S fiqur. Yəni trapesiyanın sahəsi bizə verəcək yükün miqdarını. Belə, bir də bu hissəni silim. Q isə T'dən necə asılı olacaq? Təbii ki, Q T'dən, yəni zamandan asılı olacaq. Düz, mütənasib Q T'dən. İndi belə çəkirəm. 2 dənə qrafik çəkirəm. Bu olsun 1, bu olsun 2. Yox, 1, 2 yox. Üstündə də nöqtələr qoyuram. Bu olsun 1 nöqtəsi, bu olsun 2 nöqtəsi, bu olsun 3, bu da olsun 4 nöqtəsi. İndi sizə sual verirəm. Cərəyan şiddətlərini müqayisə edin. Nə edirsiniz? Baxın uşaqlar, Q T'dən düz mütənasib asılıdır. Amma I nədir? Sabitdir. Deməli, hər qrafikdə bu düz mütənasib asılıqda düzdür. Hərəsi ayrılıqda bir düz mütənasib asılıdır. Buradakı cərəyan şiddəti olsun I1, buradakı cərəyan şiddəti olsun I2. Yəni burada I özlülüyündə az, düz mütənasib, daha doğrusu I, buradakı I də sabitdir. Bu qrafikin bütün nöqtələrində I cərəyan şiddəti I1 yəni sabitdir. Burada da qrafikin üstündəki bütün nöqtələrində I2 sabitdir. Amma I1 I2 bərabər deyil, fərqlidirlər. Niyə? Çünki artıq bunlar hərəsi ayrı bir asılılıqdır, ayrı bir qrafikdir. Onda bunları I1 I2 deməyək, qarışdırmayaq. Onda 1 və 2-nin i'ləri, cərəyan şiddətləri bir-birinə nədir? Çünki eyni düz xəttin üstündədirlərsə, I1 ilə I2 bir-birinə nə olacaq? Bərabər olacaq. I3 ilə I4 də eyni düz xəttin üstündə olduğuna görə bir-birinə nədir? Bərabər olacaq. Bəs buradakı i ilə buradakı i arasındakı asılılıq nə olacaq? I1, I2 böyük olacaq, yoxsa I3, I4? Gəlin baxaq. İ'nin düsturundan i bərabərdir Q böl T'dən görürük ki, Q'su hansının böyükdürsə, yəni elektrik yükü, hansı naqilin en kəsindən daha çox yük keçirsə, deməli onun cərəyan şiddəti nə olacaq? Daha çox olacaq. Q hansında böyükdür? Təbii ki bu qrafikdə. Yəni bu grafikin Q'su nədir? Daha böyükdür. Çünki Q'ya daha yaxındır. Və yaxud da tangenslə müqayisə edə bilərsiniz. Çünki i bərabərdir. Qoy ayrıca bir də bunu belə bir qrafik çəkəcəm. Baxın. Q, T. Yenə qrafik çəkirəm. Yenə də. Bunun üstündə i konstantdır, düzdür? Çünki i sabitdir. I, T. Buradakı bucaq alfanın belə bir üç bucağı tamamlamayaq. Gəlin baxaq. Bunun qarşısın bura Q'dür, burada T'dir də, düzdür? Yəni bu Q'nun qiymətidir. Çünki bunu paralel sürüşdürdüm. Bura bu Q'nun qiymətidir. Bu da T'dir müəyyən qədər, yəni bu hissəsi. Alfa da bu, alfa bucağıdır. Alfanın qarşısındakı katetin bitişik katete nisbəti bizə nə verir? Tangens alfa. Həmçinin Q böl T bizə nə verir? İ'ni. Deməli, i tangens alfa ilə necə mütənasib oldu? Düz mütənasib oldu. Yəni tangens alfa da bərabər oldu. Deməli, alfası, yəni tangens alfası hansının böyükdürsə, onun i'si böyükdür. İndi gəlin baxaq. Bunun tangensi böyükdür, yoxsa bunun tangensi böyükdür? Təbii ki, bunun. Deməli, bunun tangensi böyükdürsə, bunun i'si də böyükdür. Həmçinin, yəni tangensi getmək istəmirsə, mən həmişə uşaqlara yadında belə saxlayıram ki, əgər bir kəmiyyətlə düz asılıdırsa, ona yaxın olan daha böyükdür. Elə bir ki,
i ilə q, q'su böyük olanın i'si daha böyükdür. Q'nun da böyük olması için olmalıdır. Qrafik q'ya daha yaxın olmalıdır. Onda q'ya daha yaxın olan i daha böyük olacaq. Bu belə. Yəni iki şəkildə də yadda saxlaya bilərsiniz. Bu belə. Qrafik müqayisəsində də bunu deyim ki, məsələlərdə çıxa bilər qarşınıza. Yaxşı, daha sonra baxaq, daha sonra nədən danışaq? Bir də cəryan sıxlığı. Cəryan sıxlığı nədir? Naqilin, daha doğrusu cəryan şiddətinin naqilin ən kəsik sahəsinə nisbəti cəryanın sıxlığı adlanır. Cəryan sıxlığı belə J hərfi kimi bir hərflə işarə olunur. Bu olur nə? Cəryan sıxlığı. Cəryan şiddətinin naqilin ən kəsinə nisbəti. Onda vahidi nə olar? Cəryanın sıxlığına amper bölünsün. 1 amper bölünsün, nə? Metrin kvadratı. Uşaqlar, cəryan şiddəti doğrudan onu da deyim ki, skalyar kəmiyyətdir. Cəryan şiddəti skalyar kəmiyyətdir. Elektrik yükü də skalyar kəmiyyətdir. Cəryan şiddəti də elektrik yüküdür. Bunlar necə kəmiyyətdir? Skalyar. Cəryanın sıxlığı amma necə kəmiyyətdir? Vektorial. Cəryan sıxlığı vektorial kəmiyyət olacaq. Sonra cəryan sıxlığını dedim. Cəryan şiddəti, naqildən axan cəryan şiddəti i bərabərdir. Cəryanın şiddəti, uşaqlar, naqilin ən kəsik sahəsi ilə. Naqilin ən kəsik sahəsi ilə. Naqilin, daha doğrusu elektrik yükünün miqdarı ilə. Hər bir yükün özünün sürəti ilə. Və oradakı yəni elektronların miqdarı ilə, yəni vahid həcmdəki elektronların sayı ilə, yəni konsentrasiyası ilə düz mütənasib aslıdır. Deməli, cəryan şiddəti naqilin ən kəsik sahəsi ilə düz aslıdır. Yükün miqdarı ilə düz aslıdır. Yükün hərəkət sürəti ilə düz aslıdır. Yüklərin konsentrasiyası ilə düz mütənasib aslıdır. Bu düsturu mən özüm bu ardıcılıqla yazdım ki, belə yadınızda saxlayın. Cəryan şiddəti I bərabərdir 7. Nə? 7. S-E-V-N. 7. Yəni sahə, yük, sürət, konsentrasiya. 7 düsturu ilə deməli cəryan şiddəti bərabərdir 7 düsturuna. Cəryan sıxlığı dedim ha, bayaq. I bölünsün S. Gətirib I-nin bu qiymətin yerinə yazsaq, yəni 7-ni yerinə yazsaq, böl S, S-lər gedəcək olacaq nə? E-V-N. Oldu E-V. Bu da oldu nə? Cəryanın sıxlığı. Bu cəryan şiddəti, bu da cəryanın sıxlığı. Cəryan şiddəti nəyə bərabər oldu? 7-nə. Burada məsələn sizdən N istəsə, N nəyə bərabərdir? I bölünsün 7. V-ni soruşsa, hər birini buradan tapa bilərsiniz. Bir onları deməyəcəm də təbii ki. Bu da bizim oldu nəyimiz? Cəryan şiddətimiz. Aha, indi keçirik cəryan mənbələrinə. Cəryan mənbələri nədir uşaqlar? Baxın, mən sizə dedim ki, cəryan mənfi yüklərin, yəni sərbəst elektronların nizamlı hərəkətidir. Və biz nəyisə toka taxanda oradan cəryan alırıq da, düzdür. Məsələn, telefonumuzu zaryadkaya taxırıq, televizoru toka taxırıq, istənilən bir işlədicini toka taxırıq. Orada var müsbət qütüb, var mənfi qütüb. Və o mənfi qütübdən elektronlar gəlir, gedir hara? Müsbət qütübə. Normalda, baxın, bir elektrik yuvasıdır. Azərbaycanın adı elektrik yuvasıdır. Bir qütüb olsun müsbət qütüb, bir qütüb olsun mənfi qütüb. Mən də bir işlədicini, məsələn, belə deyək də, vilkanı gətirdim, taxdım biri müsbətə, biri mənfiyə. Bu da nə bilim harasa qoşulub. Gətirdim, taxdım. Deməli, bu mənfidən buna gələcək yüklər. Neyəcək? Gəldi. Bunun içi ilə hərəkət elədi, düzdür? Və təzədən, nə bilim, bunu da qoşmuşam televizora, məsələn. Bunun içində elektronlar hərəkət elədi. Təzədən elektronlar qayıtdı, getdi hara? Müsbətə. Çünki mənfilər hara getməyə can atır? Müsbətə.
Mənfi gəldi bunun içi ilə hərəkət elədi. Tokun içi ilə elə bir televizora keçdi, getdi müsbətə. Və uşaqlar, zaman keçdikcə buradakı mənfilər əslində bitərdi, düzdür? Mənfilər, məsələn, burada tutaq ki 10 dənə mənfi yük varsa, onu da gəldi, fırlandı, getdi müsbətə. Məsələn, burada qutardı. Cərəyan kəsilir evimizdə? Yox. Deməli, uşaqlar, buradakı mənfilər gəldi bura. Burada müəyyən proseslər icra elədi, tok verdi, ona nə elədi? Qayıtdı, getdi müsbətə. Buradakı mənfilər gəldi, yığıldı müsbətə. Yəni, dövr elədi, gəldi, yığıldı müsbətə. Onda burada mənfi qutardı. Yox. Gəldi, mənfilər yığıldı bura, uşaqlar. Normalda, yəni, proses elektrik qüvvələrinin təsiri ilə mənfi müsbətə doğru gedir. Klon qüvvəsinin təsiri ilə biz klon qüvvəsi keçmişik elektrik yükündə. Mənfi müsbəti cəzb edir və yaxud da müsbət mənfini cəzb edir. Yəni müsbət buradakı mənfiləri özünə çəkir, gedirlər müsbətə doğru elektronlar. Bu mənfilər burada yığılarmı? Yox. Təbii ki, o mənfiləri, burada yığılan mənfiləri təkrardan nə etmək lazımdır? Bura ötürmək lazımdır ki, təkrar bu proses dövrü şəkildə dayanmadan baş versin. Yəni, bu mənfilər gəlsin bura, təkrardan yenə də bu mənfilər fırlansın, dolansın, gəlsin müsbətə. Yenə mənfidən müsbətdən ötürək mənfiyə, yenə dolansın, proses dövrü şəkildə baş versin. Amma buradakı mənfilər, yəni müsbətə gələn mənfilər mənfiyə getmək istəyərmi? Maqnitləri görmüsünüz heç? İki maqniti məsələn eyni qütbləri neyinirsiniz? Yaxınlaşdırırsınız, onlar uzaqlaşır. Siz elə sıxırsınız, onlar bir-birindən aralanır. Eyni şəkildə mənfilər də elədir. Bu mənfiyə getmək istəməyəcək. Çünki mənfi ilə mənfi bir-birini itələyir. Onda bu mənfini buradakı mənfi qütbə göndərmək üçün bizə əlavə kənardan bir qüvvə lazımdır. Məsələn, dediyim kimi, iki dənə mənfi bir maqnit bir-birini itələyir. O maqnitləri normalda qoysam, onlar bir-birini itələyəcək. Onları bir-birinə birləşdirə bilməyəcəm. Neynəyəcəm? Artıq maqnit özü yox, mən alacam əlimi onu, başlayacam neynəməyə? Birləşdirməyə. Çünki normalda müsbət qütb, mənfi qütb onsuz da bir-birini özü çəkir, yapışırlar. Buradakı kimi. Mənfi normalda öz-özünə gəlir müsbətə. Amma mənfi mənfiyə getmir. Onu kənardan bir təsir olmalıdır ki, o mənfini buradakı mənfiyə göndərsin və proses dayanmadan təkrarlansın. Yəni, kənardan bir qüvvə təsir eləməlidir o mənfini mənfiyə göndərməyə. Biz o kənardan təsir edən qüvvələrə deyirik kənar qüvvələr. Artıq elektrik qüvvələri deyil onlar. Onlar kənar qüvvələrdir. O kənar qüvvələrdə müəyyən işlər görəcəklər. Onu da deyəcəm sizə. O kənar qüvvələr, yəni o kənar işləri görən dövrə adlanır cərəyan mənbəyi. Yəni bu proseslər gedir bu cərəyan mənbəyində. Cərəyan mənbələri bir neçə cür olur. Yəni, elə ki, bu mənfini bu mənfiyə göndərmək üçün müxtəlif cərəyan mənbələri var. Günəş batareyaları, hansı ki, orada günəş işığından elektrik enerjisi alırlar. Var elektrik mühərrikləri, mexaniki enerjidən, daha doğrusu elektrik enerjisi alırlar. Var qalvanik elementlər. Qalvanik elementi biz bunu da silirəm. Qalvanik element uşaqlar biz çox eşidəcəksiniz. Qalvanik elementlər nədir? Qalvanik elementlər günəş batareyaları sadədir, işıqdan elektrik alırlar. Elektrik mühərriki çox o qədər istifadə olunmur. Mexanikidən elektrik enerjisi alırlar. Bir də var qalvanik elementlər. Buna aiddir batareyalar. Batareyalar, bir də akkumulyatorlar. Bildiyimiz adi batareya, bildiyimiz adi akkumulyator. Yəni bunlar aiddir qalvanik elementlərə. Burada da kimyəvi təsir baş verir. Kimyəvi təsirlərdən, kimyəvi enerjidən elektrik enerjisi alırlar. Sonra deməli, bunlar da oldu cərəyan mənbələri. Yəni, cərəyan mənbələrində elektrik yüklərinin toplanması baş verir və yəni dövrədə cərəyanın periodik davam etməsini təmin edirlər. Yaxşı. Bir də uşaqlar, hər bir element dövrədə, yəni biz, tutaq ki, fizikada mən bir dövrə göstərmək istəyirəm. O dövrəni təbii ki, mən oturub burada televizor şəkli çəkməyəcəm, mən burada lampa şəkli çəkməyəcəm.
ampermetrin durub burada sxemini çəkməyəcəm. Onları sadə sxemlərlə göstərirlər. Yəni elektrik dövrəsindəki o elementləri sadə şəkillərlə göstərirlər. Sadə sxemlərlə göstərirlər. Gəlin onların bir neçəsini, onların hamısının şəkli kitabda var. Baxarsınız, öyrənərsiniz. Sadəcə onların bəzilərinin izah olunmaları göstərəcəm sizə burada. Biri var, məsələn, elektrik dövrəsinin ən sadə elektrik dövrəsi necə yığılır? Naqillərdir, birləşdirici naqillərdir. Bir dənə açar qoyurlar. Bir dənə işlədici qoyurlar, məsələn, olsun lampa. Fərq yoxdur, elektrik zəngi, rezistor, nə istəyirsiniz qoya bilərsiniz. Sonra bir də olur nə? Galvanik elementlər, yəni cəryan mənbəyi. Bu oldu ən sadə elektrik dövrəsi. İşlədici var, açar var, birləşdirici naqillər var, cəryan mənbəyi var. Yəni, tutaq ki, lampanı toka taxmısan. Bu nədir? Bu neydir? Bu uşaqlar fizikada sizə bunlar çətin gəlməsin. Elə bilməyin, bu dəhşət bir sxemdir. Lampadır, naçnikdir, evlərdə olunur, gecə lampaları. Üstündə bir knopka var. Elektrik açarı nədir? Knopkadır da, məsələn. Və yaxud da evimizdə yanan bu işıq yoxdur, işıq. Knopkası var, yəni işığı söndürüb yandırırıq. Bir naqil var, onlar hamısı naqillərlə birləşiblər. Bir də mənbə var ki, o nəyə birləşib? Bir cəryan mənbəyini birləşdirmişlər. Bu da lampoçkamızdır bizim. Yanır, sönür. Budur, vəssalam. Bu oldu bir dənə sadə cəryan mənbəyi. Deməli, bu oldu, elə də bir dəfə çəkim. Sxemdə bunu görsəniz, bilin ki, bu nədir? Lampadır. Sxemdə belə göbələyə bənzəyən bir şey var. Bu zəngidir, elektrik zəngidir. Elektrik zəngi. Sonra dövrədə cərəyanı ölçmək üçün, dövrədə olan cərəyanı ölçmək üçün, bu hansı ki laboratoriyalarda, bir çox laboratoriyada olur. Ampermetr, bu olur nə? Ampermetr. Ampermetr haqqında danışım. Ampermetr müqaviməti çox kiçik olan bir cihazdır. Müqaviməti çox kiçikdir deyə onu dövrəyə ardıcıl qoşurlar. Çünki paralel qoşsaq artıq cəryan ampermetrin üzərinə gedəcək və qısa qapanma baş verəcək. Ona görə də ampermetri dövrəyə ardıcıl qoşurlar. Məsələn, tutaq ki, bayaq çəkdiyim dövrədir, lampadır. Lampa birləşib naqillərlə. Mən bu lampanın cəryanını ölçmək istəyirəmsə, ardıcıl olaraq ard-arda gətirdim, ona bir dənə neynədim? Ampermetr qoşdum. Bu ampermetr bu lampadan keçən cəryanı ölçəcək. Ardıcıl qoşdum. Görürsünüz? Ardıcıl. Ampermetrin iş prinsipi uşaqlar amper qanunu əsaslanır. Amper qanunu gələcəkdə keçəcəyiz ki, cəryanlı naqillər göstərilən, maqnit sahəsi tərəfindən göstərilən təsirdir. Ampermetrin iş prinsipi. Sonra var voltmetr. Voltmetri bu tərəfdən keçməli, bunun üstünü göstərmək istəyirəm voltmetrdə. Uşaqlar, voltmetr, baxın, belə işarə olunur. Adı voltmetrdə, daha yazmıram. Voltmetrin də müqaviməti sonsuz böyükdür, çox böyükdür. Mən onu dövrəyə gətirib bura qoşsam voltmetri, o özündən cəryanı buraxmayacaq. Çünki müqaviməti çox böyükdür. Buradan cəryan keçməyəcək. Ona görə voltmetr dövrəyə necə qoşurlar? Paralel. Voltmetri dövrəyə qoşurlar paralel. Deməli, voltmetr dövrəyə qoşuldu. Bir də burayı xüsusi yazıram. Voltmetr dövrəyə paralel qoşulur. Ampermetr isə ardıcıl qoşulur. Yəni, səbəblərində dedim, ampermetrin müqaviməti çox kiçikdir. Ona görə də onu ardıcıl qoşurlar ki, müqavimət nədir? Cəryanı edilən təsirdir. İndi keçəcəm növbətində, bundan sonra ondan danışacağım. Cəryanı edilən təsirdir. Və ampermetrin müqaviməti çox kiçik olduğuna görə o demək olar ki, cəryanı heç bir təsir eləmir və üstündən olan bütün cəryanı neyinir o? Keçirir. Ona görə də o problem yoxdur, ardıcıl qoşa bilərik. Amma voltmetrin müqaviməti o qədər böyükdür ki, biz onu dövrəyə bu şəkildə qoşsaq, buradan toka taxmışıq, o voltmetr neynəməyəcək? Özündən cəryanı buraxmayacaq. Ona görə də voltmetr dövrəyə paralel qoşulur. Ampermetr ardıcıl qoşulur. Nə oldu? Ampermetr A hərfinə yadınızda saxlayın. Ampermetr ardıcıl AA. Voltmetrdə indi daha o birisi də paralel. Elə yadınızda saxlayın. AA. Ampermetr ardıcıl. Sonra əsas bunlar ikisi istifadə olunur. Deməli, voltmetr.
Sonra var wattmetr. Watt neyin vahididir? Vahidlərlə də yadını saxlaya bilərsiniz. Ampermetr nəyə ölçür? Cərəyan şiddətini. Amper neyin vahididir? Cərəyanın. Voltmetr nəyə ölçür? Gərginliyi. Volt neyin vahididir? Gərginliyi. Wattmetr var. Wattmetr. Watt neyin vahididir? Gücün. Biz mexanika bölməsində gücü N-lə göstəririk, amma elektrik bölməsində gücü P-lə göstəririk. Wattmetr nəyi ölçdü? Gücü ölçdü. Wattmetr 4 dənə sıxacı olur. Bu çox istifadə olunmur. Elə belə yazıram da. Yəni wattmetr 4 dənə sıxacı olur uşaqlar. İkisi dövrəyə arıcıl, ikisi paralel qoşulur. Sadəcə bilin ki 4 sıxacı olur. Wattmetrin neçə sıxacı olur? 4 sıxacı. Vəssalam. Sonra nə var? Naqillərin arıcıl birləşməsi, naqillərin birləşməsi var, naqillərin kəsişməsi var. Bu naqillərin birləşməsidir, bu naqillərin kəsişməsidir. Yəni bunlar kitabda var, bunlar sadə şeylərdir. Sonra nə var? Görüm. Rezistor var uşaqlar, belə. İstənilən işlədicini biz bu şəkildə göstərə bilərik. Bu rezistordur, yəni müqaviməti olan bir cihazdır. İstənilən cihaz, televizor, paltaryan, biz orada demirik, amma rezistor deyirik də buna. Bu da oldu nə? Rezistor. Sonra var əriyən qoruyucu. Əriyən qoruyucunun sxemi belə bir şeydir. Əriyən qoruyucu nədir? Bu qısa qapanmalar olur evlərdə. O deyir ki, şoçik atdı. Bu şoçik niyə atır? Əriyən qoruyucu var orada. Orada müəyyən bir şey əriyir, o şoçik atır. Çünki cərəyanın müəyyən həddən yuxarı çıxmağa qoymur o. O olur nə? Əriyən qoruyucu. Sonra var deməli potensiometr. Potensiometr potensiallar fərqini, yəni gərginliyi tənzimləyən qurğudur. Sonra var reostat. Reostat. Deyəm potensiometrin də şəklini çəkeyim. Potensiometrin şəkli belədir. Hər iki tərəfindən də belə bir şey çıxır. Belə. Bu potensiometrdir. Reostatdır isə budur. Bu da reostatdır. Reostat cərəyan şiddətini tənzimləyən qurğudur. Potensiometr isə gərginliyi tənzimləyən qurğudur. Potensiallar fərqini. Bu da oldu, deməli, qurğuların şəkilləri, sxemləri daha doğrusu. Ola bilər, bir ikisi yadımdan çıxmış ola bilər. Yəni onlar sxemlər hamısı kitabda var. Baxarsınız kitabda sxemlərə. Sonra deməli bu da oldu. Qurğular, müqavimət. Gəlin müqavimətdən danışaq. Deməli uşaqlar, naqillərin içində mən sizə bayaq dedim ki, müsbət ionlar var, bir də elektronlar var, sərbəst elektronlar. Deməli uşaqlar, elektronlar normalda cərəyan axan zaman dedik ki, nizamlı şəkildə başlayırlar hərəkət eləməyə. Amma onların yollarına maneələr var. Nələr var? Bax, dedim mən bayaq müsbət ionlar var bu düyünlərdə də, tam çəkmirəm. Burada da təsəvvür eləyin ki, bir dənə elektrondur. Elektron cərəyan gəldi. Bu cərəyan məsələn burada müsbətdir, burada mənfidir. Bu elektron müsbətə doğru getmək istəyir. Gedir, amma neyinir? Bu müsbət ionla toqquşur. Qayıtdı geri. Geri qayıtır, sonra təzədən yenə gedir irəli. Təbii ki, irəlidə yenə müsbətlər olacaq və yenə də o müsbətlərlə toqquşacaq. Toqquşa elə bil. Və elə bilir ki, bir insan sıxlığıdır. Nə 28-dəsiz tutaq ki, 28 manometr olsun kənarında. Yaxud da insan sıxlığı çox olan bir yerdəsiz. Və sizə deyirlər ki, sürətli şəkildə gedin. İnsan sıxlığı çox olan yerdə siz sürətli gedə bilərsiniz? Yox. Təbii ki, insanlarla indi toqquşmuruq. Təbii ki, biz insanlarla gedib. Yəni, ehtiyat edirik, bir dayanırıq, bir sağa gedirik, bir sola gedirik. Təbii ki, düz yoldakı kimi qaça bilmirik də. Biz orada insanlar var, toqquşuruq. Eyni şəkildə cərəyan da elədir uşaqlar. Cərəyan axan zaman, yəni cərəyan yüklərin hərəkətidir, bu mənfi yüklərin. Bu mənfi yüklər axan zaman, gedən zaman müsbətə, onlar yollarında müəyyən yüklərlə toqquşurlar, müsbət ionlarla toqquşurlar və buna görə də onlar elə bir ki, müəyyən maneəyə rast gəlirlər. Bu gəldikləri maneə adlanır nə? Müqavimət, elektrik müqaviməti. Elektrik müqaviməti, müqavimət R hərfi ilə işarə olunur. R olur nə? Müqavimət. Cərəyanın axan zaman müqavimət. Cərəyanın axan zaman deməli qarşılaşdığı maneədir, yəni müqavimət. İndi gəlin baxaq müqavimət nədən asılıdır? Baxın, təsəvvür eləyin ki,
təsəvvür eləyin ki, müqavimət belə deyim də, cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Çünki müqavimət nə qədər çoxdursa, elektron nə qədər çox ionla toqquşursa, o qədər gedib çatır da, düzdür, mənzilə. Ona görə də cərəyan şiddəti nədir? Müqavimətlə tərs asılı olmuş olacaq. İndi gəlin baxaq, müqavimət özü nələrdən asılıdır? Deməli, müqavimət hansı kəmiyyətdənsə düz asılıdırsa, cərəyan şiddəti həmin kəmiyyətdən tərs asılı olacaq, düzdür? Çünki cərəyan müqavimətlə tərs asılıdırsa, o deyir, dostumun dostu mənə də dostumdur, dostumun düşməni mənə də düşmənimdir misalı. Cərəyan şiddəti müqavimətlə tərs asılıdırsa, müqavimət hansı kəmiyyətdən tərs asılıdırsa, cərəyan şiddəti həmin kəmiyyətdən düz asılı olacaq, düzdür? İndi biraz qarışıq görünə bilər, gəlin də baxaq, izah edəcəm onu. Deməli, təsəvvür eləyin ki, bir qaçış yoludur, bir yoldur məsələn. Bu bir naqil kimi təsəvvür edin bu yolu. Buradan da bir insan qaçır. Bunu da elektron kimi təsəvvür edin. Bu olsun naqil. Bu olsun, bu insan olsun elektron. İndi təsəvvür edin ki, bu yolda, yolun hər metrində bir maneə qoyublar. Hündür bir maneə. Hər bir metrdən bir hündür bir maneə qoyublar. Bu maneələr də olsun, belə deyək də, müqavimətlər. Olsun nələr? Müqavimət. Müqavimət. İndi bax sizə deyirəm, 5 metr yolda 5 dənə deməli müqavimət olacaq da, düzdür? Bunlar ki, müsbət ion kimi düşünün. Nə qədər çox ionla toqquşursa, o qədər çox müqavimət yaranır da. 5 metr yolda 5 dənə müqavimət olacaq. 3 metr yolda 3 dənə müqavimət olacaq, düzdür? İnsan, bax bu insan 3 metr yolu rahat qaçar, yoxsa 5 metr yolu? Təbii ki, 5 metr yolda 5 dənə maneəyə rast gələcək, daha çox yorulacaq, düzdür? 3 metr yolda 3 dənə bu maneəyə rast gələcək, daha az yorulacaq, düzdür? Deməli, yol nə qədər çox uzansa, o qədər çox maneə olacaq və adam o qədər çətin gedəcək. Adamı cərəyan kimi düşünün. Çünki elektrondur bu. Elektronların axınıdır da cərəyan, düzdür? Adamı cərəyan kimi düşünün. Yol nə qədər uzun olsa, yəni naqil nə qədər uzun olsa, cərəyan o qədər pis gedəcək. Düzdür? Çünki daha çox müqavimətlə qarşılaşacaq. İnsan yol nə qədər uzunsa, o qədər çox maneəyə rast gələcək. Eyni şəkildə cərəyanda naqil nə qədər uzundursa, o qədər çox maneəyə rast gələcək. Deməli, cərəyan şiddəti naqilin uzunluğu ilə tərs, mütənasib, asılı olacaq. Onda cərəyan şiddəti naqilin uzunluğu ilə tərs asılıdırsa, həmçinin cərəyan şiddəti müqavimətlə tərs asılıdırsa, onda cərəyan şiddəti, daha doğrusu müqavimət naqilin uzunluğu ilə düz asılı olacaq. Naqil nə qədər uzundursa, cərəyana göstərilən müqavimət də bir o qədər çox olacaq. Naqil uzandıqca adam daha çox yorulacaq. Yəni müqavimət daha çox olacaq. Deməli, müqavimət cərəyan naqilin uzunluğu ilə düz asılı oldu. İndi gəlin bir başqa nümunə deyək. Yəni bunu da izah eləməyə çalışdım ki, yadınızda qalsın. O adamdan yadınızda saxlayın. Yol uzandıqca deməli müqavimət artmış olacaq. İndi təsəvvür edin ki, məktəbdir. 6-cı saat bitib, yaxud da 7-ci saat bitib, hamı evə gedir. Uşaq məktəbdə 1000 dənə uşaq var, birdən-birə hamısını buraxdılar. Məktəbin 2 qapısı var. Bunu da yenə bir naqil kimi düşünün. Məktəbin 2 qapısı var. Uşaqların axının, cərəyanın axını kimi düşünün. Və bu qapını da naqilin en kəsiyi kimi düşünün. Bax, en kəsik, naqilin en kəsiyi nədir? Yəni, bu hissəsi də en kəsiyi, düzdür? İndi mən bu qapının birini açmışam. Uşaqlar buradan çıxırlar. Övlüyündə 1000 dənə uşaqdır, cərəyan kimi düşünün, çıxırlar. Mən bir qapını açsam, uşaqların axını cərəyanın axını kimidir. Bir qapını açsam, uşaqlar daha çox çıxar bayıra, yoxsa 2 qapını açsam? Yəni, bir qapını açanda, naqilin en kəsiyi kimi düşünün də, elə bir ki, yarısı açsam,
oradan daha çox cərəyan axacaq, yoxsa ikisini də taybatay açsam daha çox uşaq çıxacaq? Təbii ki, uşaqlarda elektronlar kimi düşündü, cərəyan axını kimi. Təbii ki, iki qapını açıram, iki qapını açanda da oradan daha çox uşaq çıxacaq. Deməli ki, naqilin en kəsi nə qədər böyükdürsə, oradan o qədər çox cərəyan axacaq. Deməli, cərəyan şiddəti naqilin en kəsi ilə düz asılıdır. Qapını nə qədər böyük açsam, o qədər çox uşaq çıxa bilər. Yəni, en kəsi nə qədər çox artırsam, oradan o qədər çox cərəyan çıxmış olacaq. İndi gəlin baxaq. Nəyə? Deməli, cərəyan şiddəti S-lə, yəni naqilin en kəsi ilə düz asılıdır. Cərəyan şiddəti demişdim, müqavimətlə tərs asılı idi. Onda müqavimət S-lə tərs asılıdır. Çünki cərəyan şiddəti en kəsiklə düz asılıdırsa, deməli orada müqavimət azdır, düzdür? En kəsik sayısı artdıqca naqilin müqaviməti azalır, kiçilir. Deməli, mən dedim ki, naqilin müqaviməti S-lə tərs asılıdır və bayaq da aldıq ki, S-lə, L-lə, yəni naqilin uzunluğu ilə düz asılıdır. Bir də naqilin müqaviməti, xüsusi müqavimət adlanan bir kəmiyyət var ki, hər bir maddənin özünə məxsus xüsusi müqaviməti var uşaqlar və həmin xüsusi müqavimətlə müqavimət düz asılıdır. Və buradan biz müqavimət üçün bir düstur çıxarırıq. Rho L bölünsün S. Rho burada xüsusi müqavimətdir. Nədir? Xüsusi müqavimət. Xüsusi müqavimət nə L-dən, nə də S-dən asılı deyil. Xüsusi müqavimət ancaq asılıdır maddənin növündən, yəni metalın növündən. Hər bir metalın özünə məxsus xüsusi müqaviməti var. Bir də temperaturdan. Temperaturdan düz asılıdır. Xüsusi müqavimət temperaturla düz asılıdır, maddənin növündən asılıdır, metalın zadının növündən asılıdır. Nə L-dən, nə də S-dən asılı deyil. Amma müqavimət Rho-dan düz asılıdır, L-dən naqilin uzunluğundan düz asılıdır, naqilin kəsiyindən tərs asılıdır. İndi gəlin keçək dövr hissəsi üçün ohm qanununa. Burada müqaviməti danışdım. Sizin keçək dövr hissəsi üçün ohm qanunu. Bu dövrə hissəsi üçün, dövrənin bir hissəsi üçün götürdüyümüz bir ohm qanunu. I bərabərdir U bölünsün R. Cərəyan şiddəti gərginliyin müqavimətə nisbətinə bərabərdir. Cərəyan şiddəti gərginliklə düz, müqavimətlə tərs, mütənasib asılıdır. Bu dövr hissəsi üçün ohm qanunudur. Amma R, buradan R yazsaq, bərabərdir U bölünsün I-yə. R nə U-dan, nə də I-dən asılı deyil. Müqavimət nə gərginlikdən, nə də cərəyan şiddətindən asılı deyil. Hər bir maddənin özünə məxsus müqaviməti var. Asılı deyil. Müqavimət naqilin həndəsi ölçülərindən bir də növündən asılıdır. Yəni L-dən, S-dən, bir də Rho-dan asılıdır. Yəni bunlardan asılı deyil. Amma cərəyan şiddəti U-dan da L-dən də asılıdır. Bu da oldu dövrə hissəsi üçün ohm qanunu. Dövrə hissəsi üçün ohm qanunu. Bir də gəlin başlayaq deyən görüm arıcıl paralel birləşmədən. Arıcıl paralel birləşmədən. Yaxşı. Gəlin birinci danışaq naqillərin arıcıl birləşməsindən. Arıcıl birləşmə nədir? Adından da göründüyü kimi naqillər necə birləşiblər bir-birinə ard-arda. Bunun müqaviməti olsun R1, bunun müqaviməti olsun R2, bunun müqaviməti olsun R3. Hər bir naqilin ayrıca özünə məxsus müqaviməti var. Onlar bir-birinə ard-arda qoşulublar. Arıcıl birləşmədə mən bunu qoşdum bir dövrəyə müsbət, bu da olsun mənfi. Bu müsbətə qoşdum və buradan başladı bir cərəyan axmağa, düzdür? Cərəyan axır və uşaqlar bu naqillərin hər birindən buradan məsələn 10 amper cərəyan gəlirsə, bu naqillərin hər birindən 10 amper cərəyan axmış olacaq. Yəni cərəyan şiddəti ardıcıl birləşmədə eynidir. Bu birinci naqil olsun. Bunlar fərqləndirir. Bu birinci naqil olsun. Bu ikinci, daha doğrusu birinci rezistor, ikinci rezistor, üçüncü rezistor. Hər rezistordan keçən cərəyan nə olacaq?
eyni olacaq. Yəni hər birindən vahid zamanda eyni qədər cərəyan axmış olacaq. Deməli, ardıcıl birləşmədə cərəyan şiddətləri bərabərdir. Ardıcıl birləşmədə cərəyan şiddətləri bərabərdir. Kondensatorlarda da ardıcıl birləşmədə yüklər eynidir. Burada da cərəyan şiddətləri eynidir. Gərginliklər dövrəyə ümumi gərginlik verilir. Məsələn, bu müsbətdir, bu mənfidir. Bu dövrənin ümumi bir gərginliyi var, U-su var. Ardıcıl birləşmə üçün U ardıcıl yazırıq bura. Və bunun gərginliyi U1, bunun gərginliyi U2, bunun gərginliyi U3-dürsə və dövrənin təbii ki, elə çəkim ki gerək. Dövrənin təbii ki bir gərginliyi var. İndi belə birləşdirdim, buradan da U. Bu ümumi U, yəni U ardıcıl nədir? U1, U2 və U3-ün cəminə, yox, barəni yazmam, bir şey eləyəcəm. U ardıcıl bərabərdir U1-in, U2-nin, U3-ün cəminə. Yəni, hər bir müqamətdən keçən gərginliklər, hər bir müqamətə düşən gərginliklər ümumi cəmi dövrənin yekun gərginliyini vermiş olacaq. Məsələn, burada 3 volt, burada 5 volt, burada 2 volt gərginlik varsa, deməli, dövrənin ümumi gərginliyi nə qədərdir? 3 + 2 + 5, yəni 10 volta bərabər olmuş olacaq. Aha, indi gəlin, biz onun düsturunu bayaq yazdım, dövr hissəsi üçün qanununda. O nəyə bərabərdir? I vurulsun R-ə. İndi ardıcılda o ardıcılın yerinə I vurulsun R ardıcıl yazaq. Yəni, ümumi biz müqamətlər tapaq. Görün, müqamətlər nəyə bərabərdir? Bərabərdir. U1-in yerinə I1 R1 üstəlinsin I2 R2 üstəlinsin I3 R3. İ'lər dedik ki, bərabərdir, düzdür? Onda i'ləri biz hər tərəfi i'yə bölə bilərik. Onda R ardıcıl nə oldu? Bərabərdir R1 üstəgəl R2 üstəgəl R3-ə. Biz tapdıq ki, ardıcıl birləşmədə müqavimət deməli toplanır. Müqavimətlər toplanır. Deməli, ardıcıl birləşmədə gərginliklər toplandı, müqavimətlər toplandı. Cərəyan şiddətləri isə nə oldu? Eyni qalmış oldu. Ardıcıl birləşmədə cərəyanlar bərabərdir. Müqavimətlər toplanır, gərginliklər toplanır. Yaxşı, bu belə. Gərginliklər isə, uşaqlar, müqavimətlərlə mütənasib şəkildə paylanır. Yəni, məsələlərdə necə edirsiniz? Gərginliklə müqavimət düz mütənasib asılı deyil. Hansının müqaviməti böyükdürsə, ona düşən gərginlik daha böyük olacaq. Nə bilim, kiçik olana ki, az düşəcək. Yəni, mütənasib şəkildə paylanmış olacaq. Məsələ işlədikcə onları işləyəcək, narahat olmayın, rahatdır. Bu oldu ardıcıl birləşmə. Ardıcıl birləşmədə deməli cərəyan şiddətləri nə oldu? Bərabər. Gərginliklər nə oldu? Toplandı. Müqavimətlər toplandı. İndi keçirik şeyə, paralel birləşmə. Paralel birləşmədə uşaqlar, işlədicilər gedib bir nöqtədə birləşirlər. Hamısı gedirlər, nə edirlər? Bir nöqtəyə birləşmiş olurlar. Bu oldu müsbət, bu oldu mənfi. Belə yox. Belə çəkəcəm bunu. Bu oldu müsbət, bu oldu mənfi. Hər yoxdur, istədiyim yerə qədər uzata bilərəm. Toxdur da şunuru hara qədər istəsəm uzata bilərəm də, düzdür. Bu o deməkdir. Yəni də bu olsun 1, bu olsun 2, bu olsun 3. Bu olsun R1, R2, R3. Yəni burada nə olur? Burada cərəyan gəlir, müəyyən bir i cərəyanı gəlir. Gəlir bura i cərəyanı. Və burada nə edir uşaqlar? Bölünür. Bir hissəsi bura, bir hissəsi bura, bir hissəsi bura. Gəlir, təzən burada yenə də toplanır. Yenə də buradan gedir. Yəni, buradakı i ilə buradakı i bərabərdir, amma buradakı i'lər nə olacaq? Fərqli olacaq. Hər birinə ayrı i gedir. Və o i'lər müqavimətlərlə tərs asılıdır. Yəni, müqaviməti böyük olana daha az. Çünki cərəyan şiddəti müqavimətdən tərs asılıdır. Daha az cərəyan getmiş olacaq. Yenə də onu hesablayırıq, məsələlərdə rahatdır. Bəs gərginliklər nə olacaq? Cərəyan şiddəti nə olur? Cərəyan şiddəti, bunun cərəyanı
Bura gələn cərəyan I1-dirsə, bura gələn I2-dirsə, bura gələn I3-dirsə, dedim axı ümumi I gəlir, I ardıcı paralel olsun, paralel. Ümumi I girir dövrəyə, bölünür 3 yerə, keçir bunlardan, tezdən burada yenə toplanır, gedir. Bu olsun paralel. Deməli, I paralel nəyə bərabərdir? Bunların üçünün cəminə. I1 üstəl I2 üstəl I3. Deməli, paralel birləşmədə cərəyan şiddətləri nə oldu? Toplandı. Bəs gərginliklər nə olur? Burada bir gərginlik yaranır. U paralel. Uşaqlar, burada yaranan potensiallar fərqin F1 götürsək, burada yaranan potensiallar fərqin F2 götürsək, dövrənin hər üçünün də sol tərəfində görürsünüz F1 potensiallar fərqi yaranır. Hər üçünün də sağında F2 potensiallar fərqi yaranır. O gərginlik də biz keçmişdə nəyə bərabər? Potensiallar fərqini F1 çıx F2. Bunun üçün də bu tərəf F1-dir, F2-dir. Bunun üçün də eyni şəkildə F1-dir, F2-dir. Bunun üçün də F1, F2-dir. Ona görə də hər üçünün gərginliyin hesablasaq F1 çıx F2 olacaq. Yəni hər üçü üçün də gərginlik eyni olacaq. Hər üçünün də potensiallar fərqi, yəni gərginliyi bir-birinə bərabər olacaq. U1-ə, U2-ə, U3-ə. Deməli, paralel birləşmədə gərginliklər bərabər oldu. Paralel birləşmədə cərəyan şiddətləri toplandı. Gərginliklər bərabər oldu. Bəs müqavimətlərə nə olur? Gəlin müqavimətlərə baxaq. I-nin yerinə gəlin açaq I-nin düsturun. I nəyə bərabər idi? I bərabərdir, U böl R deyil. Gəlin. Bu şəkli sileyim, olsa da lazım deyil. İki de lazım olacaq, amma ki düşünürüm ki lazım deyil. Aha, I-nin paralelin düsturu yazaq yerinə. U bölünsün. Ular onsa hamısında eynidir də, U yazıram. R paralel. Düsturunu qoydum I-nin. Bərabər. I1-in yerinə yenə də U bölünsün R1. İstəyənsin U bölünsün R2, istəyənsin U bölünsün R3 və s. Bu en qədəri davam elətdirə bilərik. Nə qədər ardıcıl paralel qoşulubsa o qədər davam elətdirə bilərik. Yenə də U'lar bərabərdir. U'lar ixtisar gedir. U'ları elə bir ixtisar aparıram. Hər tərəf U'ya bölürəm daha doğrusu. 1 bölünsün R paralel bərabərdir. 1 bölünsün R1, istəyənsin 1 bölünsün R2, istəyənsin 1 bölünsün R3 və s. Paralel birləşmədə deməli, R-lər nədir? Tərs qiymətlə toplanmış oldu. Əgər iki naqil paralel birləşibsə uşaqlar, biz iki naqil üçün paralel birləşməni yazanda 1 bölünsün RP bərabərdir. 1 bölünsün R1, 1 bölünsün R2 bərabərdir. Ortaq məxrəcə gətirsək R1, R2, yuxarıda da bunu R2-yə vururam, bunu da R1-ə vururam. Yəni riyaziyyatdan bilirik də, bunu olur R1 üstəl R2. Tərsinə çevirsəm, olacaq R paralel bərabərdir. R1 vur R2 böl R1 üstəl R2. Yəni iki naqil paralel birləşibsə, artıq bir də bunu hesablamağa ehtiyac yoxdur. R1 R2 bölünsün R1 üstəlsin R2. Kondensatorlarda var idi ya, ardıcıl birləşmədə C1 C2 bölünsün C1 üstəl C2. Burada da eyni qayda ilə tapa bilərik. Əgər eyni naqillər birləşibsə, hər birinin məsələn müqaviməti 10-dur. 10 ohmdur. Müqavimətin vahidini demək yadıma çıxıb, indi deyəcəm onu da sizə. Onda nə edirik? Eyni naqillər paralel birləşibsə, R paralel bərabərdir. R bölünsün. Nə qədər naqil paralel birləşibsə, onun sayına. Məsələn, 3 dənə eyni naqil paralel birləşibsə, paralel birləşmədə R paralel bərabərdir. R bölünsün ta ki 3-ə. 3 dənə naqil birləşib. Hər birinin müqaviməti 9-dur. 9 bölünsün 3 olacaq. Bunları yadınızda saxlaya bilmirsə, əsas bu düsturu yadınızda saxlayın. Bu düsturdan çıxır bunlar hamısı. Bu arada müqavimətin beynəlxalq sistemdə vahidi ohmdur. Xüsusi müqavimətin vahidi isə 10 vurulsun metrdir. Yəni o da düsturdan çıxır. Bayaq bir dənə onu yazım. R'in düsturunu yazdım. Bayaq sizə R bərabərdir. Mən tam sileyim. R bərabərdir, rho vurulsun, R bölünsün, S yazmadım. Buradan rho-nu tapsaq nə olacaq? Bilək də biz yuxarıdakı tapanda nə edirik? Məxrəci buna vururduq, yəni cavaba vururduq. Bölürdük elə. Bunların indi vahidini yazaq. Gəl rho-nun vahidini çıxaraq bərabərdir.
R-in vahidi bilirik də ohmdur. S en kəsik sayısı bilirik ki, vahidi metr kvadratıdır. Bölürük metrə. Metrlər getdi, qaldı nə? 10 vurulsun metr. Deməli, xüsusi müqavimətin vahidi oldu 10 metr. Bu da belə. İndi uşaqlar, bir dənə qaldı iş güc. Elektrik sahəsinin işi gücü. Deməli, cəryanın işi gücü daha doğrusu. İş. İş biz elektrik yükü bölməsində keçmişdik. Nə idi? A bərabər idi. Q vurulsun U idi. Düzdür. Digər tərəfdən biz bayaq keçdik ki, Q bərabərdir I vur T'dir. Gətirib burada qoysam yerinə olur nə? A bərabərdir I U T. Bu oldu işin düsturu. İşin düsturu. İ'nin düsturunu açsaq olur nə? İ'nin yerinə nə qoyum? İ'nin yerinə qoyaq O bölünsün R U vur T. 2 dənə U oldu. Oldu U kvadratı böl R vur T. Aldın mı düsturu? Yəni bunları əzbərləməyə ehtiyac yoxdur, onu demək istəyirəm. Görürsünüz, hamısını bir-birindən almaq olur. Və yaxud da bu düsturda U-nu açsaydım, I vurulsun, U nəyə bərabərdir? I vurulsun R deyil. I R yazsam yerinə olacaq İ'nin kvadratı R T. Bu da işin bir düsturu. Olmuş olacaq. Bu da oldu. Deməli, sabit cəryanın işi. Bir də güc var. Güc də P bərabərdir. Yəni, biz mexanika bölməsində keçmişdik ki, güc nə idi? A böl T deyil idi. A'nın istənilən düsturunu gətir qoyaram bura. Məsələn, bu düsturunu qoydum. Nədir bu? I, U, T deyil. Böl T. Nə oldu? Oldu I, U. Və yaxud da bunu qoysaydım nə olacaqdı? U kvadratı böl R. Çünki T'lər gedəcəkdi. Bunu qoysaydım olacaqdı I kvadratı R. Bu da oldu sabit cəryanın nəyi? Gücü. Bir də uşaqlar, naqil sabit qaldığına görə oradakı görülən iş, yəni ümumiyyətlə enerji birlikdə itmir, heçdən yaranmır, bir növdən başqa növə keçir. Və burada da naqildə də, yəni müəyyən iş görülür və o görülən iş nəyə çevrilir? Nəyə sərf olunur? Naqilin qızmasına. Bayaq dedim, cəryan keçən naqil qızır. Naqilin qızmasına. Və naqil qızan zaman ondan bir Q istilik miqdarı ayrılır. Q istilik miqdarı ilə yenə də işin düsturlarına bərabərdir. I, U, T, I kvadratı, R, T, U kvadratı böl R vur T. Əgər naqillər deyir, ardıcıl birləşibsə, bu oldu nə? Joule-Lenz istiliyi. Joule-Lenz istiliyi deyirlər buna. Çünki Joule-Lenz kəşf edib onu, ona görə Joule-Lenz istiliyi deyirlər buna. Əgər naqillər ardıcıl birləşibsə, ardıcıl birləşmədə nə idi sabit olan? Cərəyan şiddəti. Deməli, istilik miqdarı asılıdır neydən? Müqavimətlə necə asılı olacaq? Çünki ardıcıl birləşmədə, gəlin bir də yazıram. Ardıcıl birləşmədə I nədir? Konstant, düzdür? Onda Q'nun hansı düsturdan istifadə edirik? I kvadratı R T. Çünki I konstantı. Deyərsiniz, müəllim bundan istifadə edelim. Çünki burada gərginlik də var. Biz gərginlik burada sabit qalmır ardıcıl birləşmədə. Sabit qalan nədir? Cərəyan şiddətidir. Onda Q R-lə necə asılıdır? Düz ardıcıl birləşmədə. İndi paralel birləşməyə baxaq. Paralel birləşmədə sabit qalan nədir? U-dur. U harda var? Bax, burada var. Onda Q bərabərdir. U kvadratı böl R vur T. Onda görürük ki, paralel birləşmədə ayrılan istilik miqdarı ümumi müqavimətlə necə asılıdır? Tərs, mütənasib, asılı olacaq. Bu da oldu Joule-Lenz qanunu. Belə, bu qədər. Ümidvaram ki, dərsi başa düşdünüz. Testlərində işləyərsiniz.